Xəyanət mövzusuna danışmaq istəyirəm. Çox ağır mövzudur. Hər kəsin qarşılaşdığı və qarşılaşanı. Mən bundan qarşılaşmıram. Mənim ərim, mənim yoldaşım, ümumiyyətlə belə bir mövzu və yaxud da dostum və yaxud da rəfiqəm və yaxud da heç kim mənə xəyanət edə bilməz deyərək güvənməyin özünüzə və gözəlliyinizdən, statusunuzdan asılı olmayaraq xəyanətlə hər kəsin qarşılaşa bilməsi mümkündür. Və mən kiminsə yerinə də siz söz verməyin. Yox, mən bunu edə bilməz. Mən belə, mən elə, yəni həmin an prosesi daha da tezləşdirib və hər kəsin görə biləcək səviyyəyə çata bilərsiniz. Xəyanət nədir? Kişiliyindən və qadınlığından asılı olmayaraq xəyanət bir insanın özü-özünə etdiyi xəyanətdir. Başqasına kimi görsənə bilər, amma insan öz şəxsiyyətinə, öz mənliyinə, öz statusuna, özünün varlığına etdiyi xəyanətdir. Və bunun fərqində deyil ki, mən özümə xəyanət edirəm, əslində kiməsə yox. Bunu məntiqdə belə görsənmə, şuuraltıda, şəxsiyyətdə, ümumiyyətlə bu belədir ki, sən özünə xəyanət edirsən. Yəni öz seçiminə, öz mənliyinə. Necə olur bu baş verib? Yəni sən atandan görmüsən ki, anana bu cür xəyanət edib, normal qarşılanır və ailədə bu cür problemi yəni sonra problemdən sonra ailə həyatı davam edib, sənin şuur altında bu proqramı aldığını görə bunu normal qəbul edib və həyatda belə davam edirsən. Hər küçəyə çıxır, hər gördüyün insanı o düşüncədə olanda sən artıq özünə bir neqativ enerjiləri yaza gedirsən. Hər qadınla münasibət quranda, ailənə, uşağına verməyin lazım olan enerjini digər insanlara verəndə sən o enerjinin şilləsini daha böyük alacaqsan, daha böyük geri gələcək, bunu unutun. Çünki enerji alış-verişi daim var. Sən o gəzdiyin qadınla, münasibətdə qurduğun qadınla düzdür, sən ailədə olan problemi çözmüş kimi düşünürsən, qadına, yoldaşına verdiyin cəza kimi düşünürsən və yaxud da ki, o biraz özünə gəlsin, biraz adam kimi davransın, insan olsun və yaxud mənim dəyərimi bilsin, gedə bilərəm, məndən yapışsın kimi bir düşüncələri olur kişidə ki, mən getsəm qadın görsün də, yəni məni buraxmaq olmaz. O insanın narsizm şəxsiyyət pozuntusu, qadına dəyərsizlik. Ən çox xəyanət edənlər qadına dəyərsizlikdən gəlir. Yəni anaya olan dəyərsizlik hissini, ananın ona verdiyi, həmin oğlana verdiyi dəyərsizlik hissini o qadınlarla ətrafında qurduğu bir neçə qadınlarla ünsiyyətdə quraraq, onları aldadaraq, onları nəysə də vermə alması, nəysə münasibətində sanki onlara cəza verir. Əslində anasına cəza verilmiş kimi. Bunların fərqində deyilik. Və bu münasibətlərdə hər münasibətdə əldə etdiyimiz enerjilər var. Yəni hər münasibətdən qız olsun, kişi olsun, heç fərqi yoxdur. Hər bir insan bir neqativ yığır oradan və növbəti neqativi digər insanlara ötürür və həyatına yansıyır. Yəni ona görə deyirik ki, burada insan başqasına yox, özünə xəyanət edir. Düz də şuuraltıda anadan qisas alır. Ananın ona verdiyi dəyərsizlik, bir heçlik, bir sübutsuzluq və digər qadın, hə, sən bacarırsan, sən bilirsən, nəysə bir sübutu almaq üçün bunu edir və yaxud da yoldaşına bir heçli enerjisi verməsən, bir heç, yəni onda bir sənin üzün niyə belədir, sənin niyə qolun belədir, sən xarici görkəmində bir problemlər axtararaq əslində ona işarə və qadın çox gözəl bilir ki, hiss edir ki, yoldaşı ona xəyanət edir və yaxud da yox. Yəni ani hissi onu qadınlar necə tutur, necə bilir? Onların qadınlarda daha çox intuisiya, emosional zəka olduğuna görə sadəcə kişilər o məntiqi zəka və məntiqi sadəcə hər şey birsinə bir gələndə iki eləyir, bilirdilər. Amma qadınlarda emosiyalar güclüdür deyəndə bunları çox gözəl hiss edə bilirlər, emosional vəziyyətə tuturlar. Ona görə hiss edirlər. Bəzən digər qadının yanında özünü sındırmaq üçün, mənim yoldaşım mənə xəyanət edir. Yəni bir-birlərini əzməklə məşğul, bunu etməyin, xahiş edirəm xanımlar. Çünki xəyanət etməyən heç bir kişi yoxdur. Buna sən qaranti verə bilməzsən və bununla fəxr olunacaq bir şey deyil. Yəni, nə bu xəyanət edib, nə də etməyib. Yəni, bu fəxr olunan bir şey deyil. O insanın şəxsiyyətinə, o kişiliyinə, o qadının qadınlığına. Qadınlar var, yoldaşı olurlar, xəyanətlə məşğuldur. Yəni, gözünün qabağında xəyanət edir və onun fərqində deyil. Və o kişinin gözü o qədər bağlıdır ki, heç bilmir ki, yəni, nə işlə məşğuldur. Ona görə çalışın. Əgər sən kişi olaraq xəyanət edirsənsə, fikirləş ki, sən də yoldaşın nə vaxtsa bunu edə bilər. İkincisi, əgər sən
sənin yoldaşın edə bilər, o zaman etməz ki, o insan öz dəyərini bilir, öz şəxsiyyətini bilir. Sənə görə, sənin acığına görə ona etməz. Yəni kişinin acığını almaq üçün qadın xəyanət edə bilər. İkinci halda o qadının, yəni deyək ki, canında, qanında var o xəyanətkarlıq. Bu başqa ikinci məsələdir. Bir qisas almaq üçün qadın kişinin qisasını alır, başqasına gör də mən də bunu edə bilirəm. Bu doğru yol deyil. Əxlaqsız qadının bunu etməsi daha ağır ona görədir ki, qadın böyük bir enerji daşıyıcısıdır. Analıq enerjisini daşıyır və analıq enerjisini daha böyük bir şeyi böyüdə bilir. Yəni kişidə o kiçik qaldığına görə, çünki kişidə o enerji yoxdur. Qadından zaten alır o enerjini. Amma qadında əxlaqsızlığı ona görə böyük bir məsələdir ki, bağışlanmayan bir məsələ. Qadın böyük bir enerji daşıyıcısı, ana daşıyıcısıdır, övlad daşıyıcısıdır, ailənin qurucusudur, ailəni yürüdən bir varlıqdır və bunu edirsə tamamilə orada bir müsbət bir enerjidən gedə bilməz. Kişi sadəcə evdən problemi həll etməyin düşüncəsini bu cür görür. Yəni münasibəti balanslaşdıra bilmir. Münasibət qurdura ailədə arasındakı kişi-qadın münasibətində balans yoxdur, sevgi yoxdur və bunun çıxış yolunu kənarda axtararaq sanki başını qatırmış kimi, yola verilmiş kimi illərini sərf edir. Sadəcə bunu çözümünü bilmir. Çözüm bilmirik çünki niyə? Necə həll edək? Gedir anaya deyəndə bir dava olur. Nə bilim kiməsə deyəndə görə barışdıq, amma problem həll olunmadı. Arada olan münasibəti biz həll etmək üçün heç bir psixoloqa gəlmirik. Gəlsək də ən son anda boşanma haddində gəlirik ki, münasibət bu həqiqətən də o insanlar istəmir boşanmağı, ayrılmaq istəmir. Sadəcə negativ enerjilərin sayəsində kimisi istəyir ki, bu ailə davam etməsin, gedir biri cadu edir, biri orada bir nə pisliklə məşğuldur. Əlbəttə ki, bunlar dönür dolaşır, o ailə boşanmır. Ona görə ki, bu negativ enerjinin sayəsində ayrılmaq istənir. Və qadın neyniyər? Bu cür ailə davam edir. Negativ enerjinin təsirində olanda ailə boşanmır və dava qırğınla bu ailə davam edir. Və insanlar başa düşmür ki, niyə bu ailə davam edir, amma boşanıb bir türlü gedib çıxa bilmir. Boşanma ərizəsi verilsə də olmur. Çünki bir oğlanın zaten ailə atasından görüb ki, ata xəyanətkardır, ana buna dözübdür, ana özünü qurban veribdir. Eyni proqram davam edir. Fərqinə varmır ki, bu proqramı mən də edirəm. Bunu dərk edib şuuraltdan məntiqə çıxana kimi, yəni illər gedir, həyat gedir. Eyni proqramı dəyişmək asan bir şey deyil. Ancaq bunu 21 gün, 63 günlük proqramla mümkündür ki, insan bütün yeni bir həyata adaptasiya olur. Eynisinin də, yəni deyək ki, şəxsiyyəti dəyişməlidir, insanın dünya görüşü və münasibətlər o zaman sevgi münasibəti varsa bərpa olunur və davam olur. Yox, qadındır ki, kişi yəni gizlin qadın işlərlə məşğuldur, o cadugərə gedir, bu falçıya gedir ki, özümü şirin görüm, görsün, nə bilim işləri yolunda geçsin və yaxud da ki, məni sevsin, başqasına getməsin, oradan əlimi yığışdırım burada. Ya qadın bütün kişinin pulunu cadulara tökməklə məşğuldur və kişinin xəbəri də yoxdur. Yəni bir görür ki, kişinin nə bilim maykası cırıqdır, nə bilim paltarı cırıqdır və kişini hər kəslə münasibətini pozdurur. Nə bilim ailəsindən, anasından, bacısından, nə bilim atasından, ailəmi qatır o qadın bir-birinə, özünü yaxşı görsün, sənin söz və eşitsin. Sonra deyir ki, qaynanamla problem var, ailəmlə problem. Bütün ailə, qaynana oradan, o qadın buradan, nə bilim qızın anası oradan, hamı bir-birindən problemi çözmək üçün yaxşı falçı, problemi çözmə yolu bilirsiniz nə? Psixoloq yox, falçıdır, cadugarlıqdır. Və başqa bir çıxış yolu yoxdur. Niyə yoxdur? Çünki insan nadandır. İnsan çıxış yolu bilmir ki, bu insan səni sevərəkmi evlənib? Həqiqətən öz niyyətinə evlənib. Yox, sən yenə də o cadunu edərək bu insanı özünə bağlayıb evlənmirsən. Və sonra nə baş verir? O gəlin xəstəlikdən, etdiyi caduların, negativ enerjilərin təsirindən xəstəlik tapır. Və yaxud da ki, o qaynana xəstəlik tapır. Və bütün negativ enerjilər fiziki bədəndə xəstəlik yaratdığına görə sən bundan çıxış yolu tapa bilmirsən və sonra da gec olur və əməlini bilmirsən. Xəyanət insanın öz-özünə edir burada. Enerji və yaxud da Allah səni cəzalandırmır. İnsan öz-özünü cəzalandırır. İnsan öz-özünə pislik edir. Sən görsən bu insan səni sevmir, burax başına, evlənmə. Evlənmirsən boşan, ayrıl. O uşaqlara cəza vermir. Bu halda ayrılmaq doğrudur. Yox, sən bu insanı istəmədiyi halda zorla özünə bağlayırsan, sevgi edirsənsə, bu böyük bir fəlakətə gətirir.
bu fəlakətdən başqa heç bir pozitiv enerji gətirmir. Özünü sev, özünə dəyər ver, özünlə məşğul ol. Sonra sənə hamısı